Kişi xeylaqları gizlindən kənarda gəzən olurlar. Cavanlığında insanlara pis baxıb, qadınlara, qızlara yolundan azdırırlar. İndi sənin sırf əlindən demirəm ha, yəni izahdır bu, geniş izahdır. Bax bunlar anlamırlar ki, bunlar gələcəkdə ya evlatlarına miras toplayırlar ya da canlarından olurlar. Bugün tutalım ki cavanlığında, gəncliyində birindən gəzib, onu bədbəxt eləyib, həyatda atıb, mən bundan evlənənmərəm, alanmaram, gedib sabah özü üçün ailə qurur. O elə bilir ki orada bitdi, bitmədi. O miras büyüyür. O ya onun özünü məhv edir ya da evlatları bədbəxt olur. Çünki bədbəxt edib. Ananın bədduası qarğış edirmi? Anlamadan, anlayarak yox, anlamadan. Bu uşaq vaxtı bu bir səhv edəndə səni heç pay olma, ay ömrün gödək gəlsin, səni cəhənnəm ol başından. Burada ömür gödək gələ bilir ananın bədduasından. Ya da bu adamın özünün başka bir səhvləri var ki, bu səhvlər toplanılıb, birine hikkələnib, birine tənəyə qalxıb, birini qınıyıb, birine pis baxıb, təkəbbürlü davranıb, nənəmli olub, ona görə də ömrü gödək gəlir. Budur.